Hər vaxtınız xeyirli olsun. Masazır qəsəbəsində belə bir 5 otaqlı əla evimiz satışa çıxıb. Paket Qutuçal Dövlət İpotekasına yararlı evdə 2 sot yarımda inşa olunub. Giriş qapısı uzaqdan dərolunən sistemlə təchiz olunub. Əlavə kaletka, qapı besetkası. Baxın, belə bir çöl görünüşünə sahibdir evin. Mərtəbə arası monolit betondur. İkinci mərtəbənin yekununda beton kəmər atılıb. Qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasiyasının fəaliyyət göstərdiyi məktəbə, bağçaya, avtobus yoluna yaxın bir məsafədə təmir yenicə yekunlaşıb. Təmizlik işlərinə ehtiyac var. Hündür zirzəm üzərində inşa olunub dəyərli dostlar. Baxın. Yer hissədə betonlanıb. Arxa tərəfdə də 1 metrdən çox, daha doğrusu 2 metrlik məsafə saxlanılıb. Həmin hissəyə də keçid məhz buradan qoyulub. Baxın, atmalar bir daşdan biri atılıb. Rahatlıqla insan boyu əlverişli əlavə əşyalarınızı bu hissəyə yığa biləsiniz. Həyətyanın sahib bu qaydadadır. Gəlin daxil olaq, evin daxilinə mən sizləri tanış edeyim. 5 otaqdan ibarətdir. Birinci mərtəbədə qranit gördüyünüz yerlərin hər biri istipoldur. Pilləkənin işıqlandırılmasına kimi bütün incə detallara fikir verilib. Gizli işıq transportlardan istifadə olunub. Sağ hissədə yerləşir. Evin zal hissəsi yerləşmə yeri Masazır qəsəbəsində. 6 nömrəli məktəbin arxa tərəfi asfalt yolunun 30 metrliyində. Geniş vitraj pəncərələrindən istifadə olunub. Bura evin zal hissəsidir. Radiator xətləri otaqlara çəkilib. Otaqlarda isidilmə radiator vasitəsilə həyata keçirilir. Ev və torpaq Qutuçallı 2 sot yarımda inşa olunub. Sahəsi 200 kvadrat metrdir. Burada belə bir mətbəx sahəsi yerləşir. Mebel döşənəcək hissə betonlanıb. Evin arxa tərəfində bayaq qeyd etdiyim kimi keçid qoyulub. Burada da bu qədər məsafə saxlanılır. Baxın. Evin qiyməti 158 min manatdır. Mərkəzi yola yaxın bir məsafədə yerləşir. 6 nömrəli məktəbin arxa tərəfi. 5 otaqlı ev 2 sot yarımda bütün otaqları kondisioneri xətti çəkilib, hazır vəziyyətdədir. Burada yerləşir ilk mərtəbənin sanitar qoşağı və hamam otağı. Deməli, bu mərtəbədə dəhliz, mətbəx, üzr istəyirəm, dəhliz və sanuzel istipoldur. Pilləkən də betonla yığılıb, üzəri taxta ilə işlənir. Qalxaq ikinci mərtəbəyə. Məhəccərlərin işlənib qutarmağa qalır ki, bunlar da bu işlərlə həyata keçiriləcək. Mərtəbə arası monolit betondur. Burada 3 ədəd yataq otağı və sanuzel yerləşir. Yataq otağı ilə ilk əvvəl tanış olaq. Burada ailə üçün nəzərdə tutulmuş yataq otağı, qonaq otağı ilə eyni ölçüdədir. Metro gedən marşrut yoluna 150 metrlik məsafədir. Asfalt küçənin 20-30 metrliyindədir. Məktəbi, bağçası, bütün növ ictimai yaşayış obyektləri qısa bir məsafədədir. Evin ilkin qiymətini qeyd etdim. 158 min manatdan alıcılara yaxşı endirim nəzərdə tutulub. Belə bir yataq otağı, bu növbəti otaq. Bütün otaqlara qeyd etdiyim kimi kondisioner xətti çəkilir. Burası ikinci mərtəbənin sanuzeli. Burada istipolla təchiz olunub. Son olaraq da eyvan sahəsini göstərim. Əlaqə nömrəsi 077 744 36 33. Sağ olun, hələlik.